yaxın oturun, diqqətlə qulaq asın. Cəllabadda ölüm hadisəsi baş verib, arvad ərini öldürüb. Bu ölüm qırağa, rəylərə baxıram. Yəni, qadınların bu kişilər nə qədər düşmənidir ki. Rəylərdə yazırlar, bacım Allah qapımı açsın, nə yaxşı oldu, biri də azaldı. Boş-boşuna öldürməyib, xəyanətin axırı ölümdür. Nə gözəl şad xəbər, bu şad xəbərlərdən bol-bol olsun. Deyən bizim xanımlarımız var, onlara xanım demək olarsa. Çox bilmirəm, yəni, insan ölümünə bu qədər sevinirlər. Bir yazıb, qadını öldürəndə yaxşı idi, kişi öldü, nə xoş oldu, nə gözəl. Bunların sayı getdikcə artır, azaltmaq lazımdır. Çox təəssüf edirəm sizin halınıza. Ki, fərq eləmir qadın, kişi. Yəni, bir nəfərin ölümünə problem mövzu nə olursa olsun, bu qədər sevinirsiniz. Allah Teala hər kəsi cinayətdən, cinayətkarlıqdan uzaq etsin. Özümüzün ilk öncə ağlımız başımızda olsun. Bu hərəkətlərə yol verməyək.